Salam əziz şagirdlər. Bugün 6-cı sinif riyaziyyat 2-ci hissə dərslikdən səhifə 96, 97 və 98-də olan tapşırıqların izahını verəcəm. Səhifə 96-da birinci tapşırıqla başlayaq. Birinci tapşırıqda bizə rəngli hissənin sahəsini tapmamızı istəyir. Baxırıq A variantına. A variantında bizə verilən fiquru baxaq görək hardan bölək. Bölək sahələrini tapaq. Baxın, birini buradan belə böləcəm. Burada nə yarandı? 3 bucaq. Bir də buradan belə böləcəm. Deməli, burada mən nəyi tapacam? Bu 3 bucağın sahəsini tapacam. Əvvəlcə başlayıram bu 3 bucaqdan. 3 bucağın sahəsini tapanda S 3 bucaq bərabərdir. 2-də 1 tərəf vurulsun, həmin tərəfə çəkilən hündürlük. Tərəfimiz burada 1, 2, 3, 4. Bir damanı sizə 1 metr veribdir. Bir dama 1 metrdirsə, 4 dama da 4 metr olacaq. Bura oldu 4 metr. İndi həmin tərəfə hündürlük çəkirəm. Hündürlük də 1, 2, 2 dama düşür. Bu da olacaq 2 metr. Deməli, A bərabərdir 4 metr A variantında. Həmin tərəfə çəkilən hündürlük 2 metr. 4 vurulsun 2-ni buraya yazıram. 2-ləri ixtisar edirəm. Buranın sahəsi oldu 4 kvadrat metr. Buranı tapdıq. İndi keçirik. Baxın bura. Bu da düz bucaqlıdır. İndi bu düz bucaqlının 1, 2, 3, 4. Eni 4'dür. Buradan onsuz da göstərmişik. Bir də bura baxırıq. 1, 2, 3. Burada 3 metrdir. Təkrar edirəm. 1 dama 1 metrdirsə 3 dama 3 metrdir. Onda S düz bucaqlı bərabərdir. A vurulsun B. Eni vururuq uzunluğa. 3 vur 4. Bu da 12 kvadrat metr. İndi burada 2 dənə balaca 3 bucaq var. Həmin 3 bucaqları tapacağıq. S 3 bucaq bərabərdir. Baxın. Bu 3 bucağın deməli bu 3 bucağa diqqət edirik. Bu düz bucaqlı 3 bucaqdır. Burada düz bucaq təpəsi var. Deməli bu katet 1 metrdir. Bu katetdə 1, 2, bura olacaq 2 metr. Onda 2-də 1 vurulsun, 1 vurulsun, 2, 2'lər ixtisar gedir, qalır 1 kvadrat metr. Həmçinin bu 3 bucaq da düz bucaqlı 3 bucaqdır. Burada da bura 90 dərəcədir. Katetin biri buradır, baxın bura 1 metr. Bir də burada 1, 2 yazıram, 2 metr. Yenə həmin 3 bucağın da sahəsi 2-də 1 vurulsun, tərəf vurulsun. Yəni katetlər vururuq bir-birinə. Katetlər bir-birinə perpendikulyardır düz bucaqlı 3 bucaqda. Tərəf vur, hündürlük də deyə bilərsiniz və yaxud katetlər vurulur bir-birinə, bölünür 2-yə. Bu da olur 1 kvadrat metr. İndi ümumi fiqurumuzun sahəsini tapmaq üçün, rəngli hissənin yəni sahəsini tapmaq üçün S rəngli bərabərdir. Deməli, tapdığımız sahələr 4, 12, 1, 1. Topluyoruz. Edəcək 18 kvadrat metr. Keçirik B variantına. B variantında buradan böləcəm. Daha qısa olacaq. Deməli, burada bir dənə 3 bucaq. 1, 2, 3, 4, 5. Buraya yazıram 5 metr. Daha sonra hündürlük çəkirəm. 1, 2. Burada olacaq 2 metr. Deməli, tərəf 5 metrdir. Həmin tərəfə çəkilən hündürlük 2 metrdir. S bərabərdir. 2-də 1 vurulsun, tərəf vurulsun, həmin tərəfə çəkilən hündürlük. Buranın sahəsi etdi 5 kvadrat metr. İndi buradakı düz bucaqlıya baxırıq. Deməli, bu düz bucaqlının 1, 2, 3, 4. Burası 4 metrdir. Buranın da tapmışıq ki 5 metrdir. S düz bucaqlı bərabərdir. A vurulsun B düsturuna əsasən 5'i vururam 4'ə. Bu da eləyir 20 kvadrat metr. S rəngli bərabərdir. 5 üstə gəl 20 tapdıqda sahələrimiz 5 və 20'dir.
25 kvadrat metr. Cevabımızı da buradan qeyd edirik. Keçirik C bəndinə. C bəndində birinci üçbucağın sahəsini tapacağıq. Baxın, bizə verilən bu üçbucağın sahəsini tapacağıq. 1, 2, 3, 4, 5, 6, 7. Oturacağımız oldu 7 metr. Oturacağı bir dənə hündürlüyü çəkirəm. 1, 2, 3, 4, 5, 6. Hündürlüyümüz de oldu 6 metr. S bərabərdir. 2'də 1 vurulsun, tərəf vurulsun, həmin tərəfə çəkilən hündürlük. 21 kvadrat metr. İndi paralelogramın sahəsini tapacağıq ki, üçbucaqdan çıxaq. Çünki bura boşdur, rəngsizdir. Paralelogramın 1, 2, oturacağı 2 metr. Oturacağı çəkilən hündürlüyü bir dama olduğu üçün 1 metr. Deməli, bu S üçbucaqdır. S paralelogram bərabərdir. A vurulsun, həmin tərəfə çəkilən hündürlüyü 2 vurulsun 1. Bu da eləyəcək 2 kvadrat metr. Onda rəngli hissəni tapmaq üçün 21-dən tapdığımız sahədən boş olan bu 2-ni çıxmalıyam. 21 çıxılsın 2, 19 kvadrat metr. Bunda cavab etdi 19 kvadrat metr. Baxırıq D bəndinə. D bəndində deməli biz nə edəcəyik? Əvvəlcə böyük fiqurun sahəsini tapaq. Baxın, buradan belə bölürəm. Düzbucaqlıya baxaq. Bu düzbucaqlının 1, 2, 3, 4, 5, 6. Eni 6'dır. 1, 2, 3, 4. Uzunluğu 4'dür. S bərabərdir. 4 vurulsun 6. Bura 24. İndi bu üçbucaq olan hissəsinə baxaq. Baxın bura. Bura 6'dır. Hündürlük də çəksəm bura 1, 2. Bu da 2. Üçbucağın da sahəsi 2'də 1 vurulsun, tərəf vurulsun, həmin tərəfə çəkilən hündürlük. Bu da etdi 6. Onda bizim ümumi fiqurumuz, baxın bu kənarlardan mavi ilə gedən bu fiqurumuz, böyük fiqurumuz, yəni bundan danışıram. Baxın, bu fiqur 24 ilə 6'nın cəmidir. 24 üstəgəl 6, ümumi fiqurumuz 30'dur. Biz 30'dan bu boş olan hissəni çıxacağıq da. Axı biz rəngli hissəni axtarırıq. Bu da 1, 2, 3, 4. Oturacağı 4'dür. Oturacağı hündürlüyü endirirəm. Həmin hündürlük 1, 2, 3, 4. Hündürlük də 4'dür. S bərabərdir. 2'də 1 vurulsun, tərəf vurulsun, həmin tərəfə çəkilən hündürlük. Bu da etdi 8. Onda S rəngli bərabərdir. 30 çıxılsın 8. Tapırıq ki, rəngli hissə 22 kvadrat metrdir. Axı bir dama 1 kvadrat metr idi. Keçirik ikinci tapşırığa. İkinci tapşırığın A bəndi ilə başlayırıq. Qırmızı rəngli parçanın uzunluğunu tap. Qırmızı rəngli parça hündürlükdür. Biz bilirik ki, üçbucaqda A tərəfinə çəkilən hündürlüyü A tərəfinə vuranda sahə alırıq. Həmçinin B tərəfinə çəkilən hündürlüyü B tərəfinə çəkilən hündürlüyə vuranda sahəni tapırıq. Onda 6 olan tərəfə çəkilən hündürlük H-dır. Kısaca belə yazacağım. Demək, bunlar ikisi də sahəni bildirdiyi üçün A vurulsun HA bərabərdir B vurulsun HB-yə. Yəni 6 olan tərəfə çəkilən hündürlük H-dır. 8 olan tərəfə çəkilən hündürlük isə H çıxılsın 1'dir. 6H bərabərdir. 8'i mötərizəyə vurub açırıq. Dəyişənlər sol tərəfə keçir. 8H-ı bura keçirirəm. Mənfi 2H bərabərdir mənfi 8'ə. H da bərabərdir mənfi 8. Bölünsün mənfi 2. Edəcək 4. Qırmızı rəngli parçanın uzunluğunu istəyir. Qırmızı rəngli parçamız H-dır. H-da tapdıq 4. Cavab 4. Keçirik B variantına. B variantında 2y üstəgəl 4 olan tərəfə çəkilən hündürlük 2'dir. 8 olan tərəfə çəkilən hündürlük y-dir. Baxın, 8 olan tərəfə çəkilən hündürlüyümüz y-dir. 2'ni mötərizəyə vurub açıram. 4y üstəgəl 8 bərabərdir 8y. 4y dəyişən sol tərəfdə qalır. 8y bura keçirirəm əks işarə ilə.
Ədəd 8-dir. Əks işarə ilə digər tərəfə keçirirəm. -4y bərabərdir -8-ə. Buradan y tapmaq üçün -8-i bölürəm -4-ə və mən y tapıram müsbət 2. Qırmızı rəngli parçanın uzunluğunu istəyir. Qırmızı rəngli parçamız 2y üstəgəl 4-dür. Y-in qiyməti 2-dir. Qoyuram yerinə. O da edəcək 8. Cavabımız etdi 8. Keçirik C bəndinə. 15 olan tərəfə çəkilən hündürlüyümüz A çıxılsın 1,8-dir. 12 olan tərəfə çəkilən hündürlüyümüz, baxın budur, A. Düzbucaqlı üçbucaqda katetlər bir-birinə perpendikulyar olur. Bu A çıxılsın 18-də hipotenuza çəkilən hündürlüyünüzdür. 15-i mötərizəyə vurub açıram. 15A çıxılsın 27 bərabərdir 12A. 15A sol tərəfdə qalır. 12A-nı keçirirəm əks işarə ilə bura. 27-ni də əks işarə ilə sağa. 3A bərabərdirsə 27-yə. A da bərabərdir 27 bölünsün 3. Cavab 9. Bizdən qırmızı parçanın uzunluğunu istəyir. Yəni A çıxılsın 1,8-i. Yəni A-nın qiyməti 9-dur. 9-dan 1,8 çıxıram. Doğru cavab 7,2. D bəndinə baxırıq. 4 olan tərəfə çəkilən hündürlük. Baxın 2-dir, A-dır. Daha sonra A çıxılsın 2 olan tərəfə çəkilən hündürlük 6-dır. 4A bərabərdir 6A çıxılsın 12. 6A-nı əks işarə ilə bura keçirirəm. -2A bərabərdir -12-yə. A da bərabərdir -12 bölünsün -2. Doğru cavab 6. Qırmızı parçamız A çıxılsın 2-dir. 6-dan 2-ni çıxıram. Doğru cavab 4. Davam edirik 3-cü tapşırıqla. Paralelogramın və üçbucağın sahələri bərabərdir. Paralelogram yaxud üçbucağın axtarılan hündürlüyünü tap. Paralelogramın sahəsini tapaq. S paralelogram bərabərdir. Tərəf vurulsun, həmin tərəfə çəkilən hündürlük 12 vurulsun 8 edəcək 96. Onda bu üçbucağın da sahəsi 96-dır deməli. Onda üçbucağın da sahəsini tapanda 2-də 1 vurulsun, tərəf vurulsun hündürlükdür. Yəni 96 bərabərdir. 2-də 1 vurulsun, tərəf 20-dir. Həmin tərəfə çəkilən hündürlüyü bilmirik. İxtisar edirəm. 96 bərabərdir 10H. H da bərabərdir 96 bölünsün 10. 9,6. Keçirik B variantına. Bu dəfə paralelogramın hündürlüyü yoxdur. Üçbucaqda var. B variantında üçbucağın sahəsini tapaq. 2-də 1 vurulsun, tərəf, həmin tərəfə çəkilən hündürlük, ixtisar edirəm. Edir sahə 150. Deməli, paralelogramın da sahəsi 150-dir. Axı, sahələr bərabərdir deyir. Paralelogramın sahəsini tapanda tərəf 20-dir. Burada 20-dir. Qarşı üzlər bərabər olur. Tərəf vurulsun, həmin tərəfə çəkilən hündürlük. H-ı tapmaq üçün 150-ni böləcəm 20-yə. O da edəcək 7,5. Burada da cavabımız etdi 7,5. Keçirik 4-cü tapşırığa. 4-cü tapşırıqda prizma və silindirin tam səthinin sahəsini istəyir. S tam bərabərdir hər ikisi üçün. 2S oturacaq üstəgəl S yanı. İndi A variantında silindirlə başlayırıq. A variantında silindirdə düsturumuz eynidir. S tam bərabərdir. 2S oturacaq üstəgəl S yan. Burada silindirin oturacağı dairədir. Ona görə də S oturacağı yerinə pi r kvadrat yazılır. S yan isə 2 pi r vurulsun h-dır. İndi 2 vurulsun pi'nin yerinə bizə verib ki 3 yazaq. 3 vurulsun. Bu r'dir, bu da h-dır. Dairənin mərkəzindən çevrənin mərkəzindən çevrəyə qədər olan məsafə radiusdur. R-in yerinə 4 yazıram. 4'ün kvadratı. Üstəgəl 2 vurulsun, 3 vurulsun. R yenə 4'dür, h yenə 6'dır. Bərabərdir. Deməli 2'ni 3'ə vururam 6, 6'nı da vururam 16'ya. 96. 2'ni 3'ə vururam 6, 6'nı vururam
4'e 24. 24'ü də vururam 6'ya 144. 0, 4, 240. Cevabımız oldu 240 kvadrat santimetr. Keçirik B variantına. B variantında bu dəfə bizə prizma veribdi. Üçbucaqlı prizmadır. Deməli, tam sətin düsturu yine eynidir. Bu tam sətin düsturu bərabərdir. Bizim oturacağımız üçbucaqdır bu dəfə. Onda deməli mən bu düsturun yerinə, bu oturacağın yerinə nə qeyd etməliyəm? 2'də 1 vurulsun, tərəf vurulsun, hündürlük. Üstə gəl. Esyanı olduğu kimi yazacaq. Çünki esyan orada figurların hər bir üzünün sahəsini yazacaq. Demək, bu 2 ilə bu 2'ni ixtisar edəcəm. Bərabərdir. Üçbucağımızın tərəfi 14'dür. Həmin tərəfə çəkilən hündürlük 24'dür. 24 üstəcə. Esyan üçün, baxın, üzlərin sahələrini indi yazaq. Bir üzü budur. Deməli, üzün tərəfi 25 ilə 10'dur. 25 vurulsun 10. Üstə gəl. Digər üzümüz buradır. Baxın bura. Burada nə oldu? Yine 25, bu tərəfdə 10. 25 vurulsun 10. Üstə gəl. Bir üzümüz isə, baxın, bir üz buradır. Bura. Biz də bilirik ki, bu yanlarda olan bu tillər hamısı bir-birinə bərabərdir. Yəni bu 10'dursa bu da 10 olmalıdır. Burada yazıram 10. Demək, bu dörtbucaqlının bir tərəfi 10'dur, bir tərəfi də 14'dür. Bu da olacaq 10 vurulsun 14. Bərabərdir. İndi bunları bir-bir vurub toplamalıyıq. Deməli, 14'ü vururam ona. 24'ə. 336. 25'i vururam ona 250. 25'i vururam ona 250. 14'ü də vururam ona 140. Yəni siz burada ayrıca üçbucağın sahəsini tapıb sonra 2'yə də vura bilərsiniz. Mən də birbaşa burada belə vurduqda düsturların açılışını yazın, vurun. Çünki artıq bu ümumiləşdirici tapşırıqdır. Siz bunu işləmişsiniz mövzuların içində, iş dəftərindən, dərslikdən. Artıq bura çatanda ümumiləşdiricidə sərbəst şəkildə belə birbaşa toplayaraq işləməyi öyrənin. Çünki üçbucağın sahəsini ayrıca öyrənmisiniz. Düzbucaqlının sahəsini ayrıca öyrənmisiniz. Artıq burada yekundur. Yekunda artıq bu şəkildə işləməyi bacarın. 976. Keçirik C variantına. Sahə ölçü vahidində yazın yanına. C variantında yine üçbucaqlı prizma verib bizə. Prizmanın oturacağı baxın budur. Üçbucaqdır. Deməli, tam sətin düsturu yine eyni şəkildə. İkisi oturacaq, üstə gəl, esyandır. 2 vurulsun. Oturacağın sahə düsturu necə oldu? Üçbucaq olduğu üçün 2'də 1 vurulsun, tərəf vurulsun, həmin tərəfə çəkilən hündürlük. Esyandakı eninin uzunluğuna vuracaq dörtbucaqların. Bu 2 ilə bu 2 gedir. Demək, bu üçbucağın oturacağıydı da. Üçbucağın oturacağı 60'dır, bu A'dır. Bu da həmin tərəfə çəkilən hündürlük aşağıda 40'dır. Deməli, 60 vurulsun 40. Üstə gəl. İndi yan səthinin sahəsini tapaq. Baxın. Bir üzü budur. Nədir ölçüləri? 50. Buranın da ölçüsü 1. Fikir verin, bu metrdir, bu santimetrdir. Bu burada diqqətli olması. Santimetr, metr. 1 metrimiz, buradan qeyd edirik. 1 metrimiz 100 santimetrdir. Ona görə də burada biz nə yazacağıq burada? Yazacağıq ki buna 100 santimetr. Demək, buraya yazıram 100 vurulsun 50. 100 vurulsun 50. Üstəcə. Bunun eynisi, bir dənə 100 vurulsun 50'nin biri də baxın buradadır da, bu tərəfdə. Bunu mavi ilə də göstərə bilərəm. Budur. Bu da 100 vurulsun 50'dir. 100 ilə 50. Bir üzümüzdə baba, bir üzümüzdə buradadır. Aşağıda. Baxın budur. Burası 60'dır. Bura 100 olduğu için burada 100'dür də. Burada 100'dür. Demin buna da yazıram 60 vurulsun 100. 240. 5000. 5000. Bir de 6000. 5000 ilə 5000 toplayıram 10.000. Üstüne de 6000 gəlirəm 16.000. Üstüne de 240 gəlirəm 16.240 kvadrat santimetr.
Keçirik D-sinə. D'də də bizə bir dənə silindir veribdir. Silindirimizin diametri verilib, bir də hündürlüyü verilibdir. D bərabərdir 10-a, H da bərabərdir 25-ə. Silindirin tam səthinin düsturunu yazacağıq indi. Diametrinə yazıram. Pi D kvadratı bölünsün 4. Yan səthin düsturu da 2 pi r vurulsun. Yox, bu dəfə yenə D ilə yazmalıyıq da. Pi D vurulsun H. İndi bu 4 ilə bu 2-ni ixtisar edirəm. Burada qalır 2. Pi-ni bizə deyir 3 götür. Üstə gəl. 3 vurulsun. 10 vurulsun. 25. Deməli, bu edəcək 300. 300-ü 2-yə bölürəm. 150. 25 3-ə vuram 75. 10-a vuram 750. Etdi 900 kvadrat santimetr. Bunu da tapdıq. Və bizdən həcmini də istəyir burada. İndi həcmini tapaq. A variantında həcm bərabərdir. S oturacaq vurulsun hündürlük. Yəni pi r kvadratı vurulsun H. Pi 3'dür, r 4'dür, H da 6'dır. Deməli 3'ü vururam 4'ün kvadratı 16'ya və vururam 6'ya. 288 kub santimetr. Bunu da mavi ilə yazaq. 288 kub santimetr. Bu da həcmi. B variantında həcmə baxırıq. V bərabərdir. S oturacaq vurulsun hündürlük. Oturacağımız 3 bucaqdır. 2-də 1 vurulsun, tərəf vurulsun. Həmin tərəfə çəkilən hündürlüyü və prizmanın öz hündürlüyü. Oturacağı 3 bucağın 14'dür. Həmin tərəfə çəkilən hündürlük də 24'dür. 14 vur 24 vurulsun. Hündürlüyümüz, prizmanın hündürlüyü də 10'dur. 7. Deməli 24'ü 10'a vuraq birinci. 240. 240'ı da 7'ye vuranda 1680. Bu da 1680 kub santimetr. Keçirik C'yə. Burada da V bərabərdir. Yine oturacağımız hündürlük 2'də 1 vurulsun, tərəf vurulsun. Həmin tərəfə çəkilən hündürlük vurulsun, prizmanın öz hündürlüyü. Deməli 2'də 1 vurulsun, oturacağımız 60. Həmin tərəfə çəkilən hündürlük 40. Prizmanın öz hündürlüyü də baxın burada da 50. Bərabərdir. Deməli 30 vurulsun, 40 vurulsun, 50. Bu da etdi 60.000. Deməli bunu da yazıram. 60.000 kub santimetr. D bəndinə baxırıq. D bəndində V bərabərdir pi D kvadratı bölünsün 4 vurulsun H. Pi vurulsun onun kvadratı böl 4 vurulsun 25. Pi'nin yeri 3 yazacağıq. O da 100 böl 4 25 25 25'e vuranda 625 eləyir. 3'e de vuranda 1875 kub santimetr. 4-cü tapşırığımız bitdi. Keçirik 5-ci tapşırığa. 5-ci tapşırıqda bizə deyir ki, lalə bərabər yanlı üçbucaq, lalə bərabər yanlı üçbucaq. Deməli lalə. Üçbucağın AB adlandıraq. A, S, buradan B. S təpəsindən də bir dənə CD endirildi bura. AB-ni bizə veribdi 60. Demək burada üçbucağın oturacağı 60'dır. Sonra CD-ni verib 30. Deməli hündürlüyümüz 30'dur. Onda sahəni tapaq. 2'də 1 vurulsun, tərəf vurulsun. Həmin tərəfə çəkilən hündürlük. Edəcək 900. Daha sonra indi səbinəyə baxırıq. Bu lalənin düzəltdiyi idi. Səbinə. Səbinə şəkli çəkək. Deməli. Bura K, bura L, bura M. Bir belə gətiririk, bir də belə gətiririk. Buradan da belə. Deməli bu hündürlükdür. Burada en nöqtəsidir. İndi bizə deyir ki, KL
bərabərdir elemə KO, bura O nöqtəsidir. KO 20'dir. Elində 25'dir. Bura H1 deyəcəm, eldən O'ya. Burada H2 deyəcəm. Deməli H1 ilə H2'nin cəmi 25'dir. İndi uşaqlar burada nəyə diqqət edirsiniz? Baxın, bura baxın. Burada bərabər yanlı bir üçbucaq var. Və siz artıq bilirsiniz ki, bərabər yanlı üçbucağın bu LO hündürlüyüdür də. Bərabər yanlı üçbucaqda hündürlük həm median, həm də tən böləndir. Və bura 20'dirsə, yəni medianda axı bu hündürlük H1, yəni LO. Onda burada 20'dir. Burada yazıram 20. Bu hissənin, yaşıl hissənin, yəni sahəsini tapmaq üçün üçbucaqdır da. O hissə üçün yazıram 2'də 1 vurulsun. Orada oturacağımız 20'dir. Baxın, ümumi bura 20'dir. Oturacaq ümumi 40'dır. 20 üstəgəl 20, 40. Oturacaq 40'dır. Hündürlükdə həmin oturacağı çəkilən hündürlükdə H1'dir. Üstəgəl 2'də 1 vurulsun. İndi bu hissəni götürəcəm. Bunu da gəlin belə göstərək. Deməli, burada da yenə oturacağımız 40'dır. Yəni 20 ilə 20'nin cəmi 40. Burada da həmin o 40'a çəkilən hündürlüyə mən H2 yazdım. Onda mən 2'də 1 vurulsun yazıram. 40 vurulsun H2. Bərabərdir. Hər ikisində 40 ilə 2'ni ixtisar edirəm. 20 H1 üstəgəl 20 H2 bərabərdir. 20'ni çıxarıram mötərizə xaricinə. H1 üstəgəl H2. İndi H1 ilə H2'nin cəmi də bizə nə verir? 25. Ümumi hündürlüyümüzdə. 20 vurulsun 25. Bu da edəcək 500. Deməli, Lalənin düzəltdiyini buraya yazmışdıq 900. Buna da yazıram 500. Bizə sual verir, kimin düzəltdiyi çərpələngin sahəsi daha çox olar? Cavabınız olacaq Lalə. Çünki Lalədə 900 oldu. Nə qədər çox deyirsə, 900'dən 500'ü çıxırsınız. 400 kvadrat santimetr. Keçirik 6-cı tapşırığa. 6-cı tapşırıqda bizə deyir ki, Dəniz kənarı Milli Parkda yerləşən Şeytan çarx aksiyonun radiusu 30'dur. R bərabərdir 30 metr. Atraksiyonun ən hündür yeri yerdən neçə metr məsafədədir? Baxın, atraksiyon özü yerdən 2 metr məsafədədir. Bu da onun diametridir. D bərabərdir 2R. 2'ni vurursunuz 30'a edir 60. Demək, bura 60'dır. Yerdən də 2 məsafə 2 metrdir. Onda ümumi 60 üstəgəl 2 olacaq 62 metr. Sonra bizə deyir ki, atraksiyonun bir kabinəsinə minən tələbələr 2 tam dövrdən sonra düşdülər. 2 dövr etməsi üçün bu dairə formasında daxil. Deməli 2 pi R yazıram düsturumuzu. Və burada 2 vurulsun. Pi'nin yerinə 3 yazıram. R'in də yerinə R'i bizə verib 30. 30 yazıram. 6'nı vururam. 30 edir 180. Axı bunlar 2 dövr eləyiblər. 2 dövr etdiyi üçün 180'i vururam 2'yə. 1 dövr 180 idi. O da edəcək 360 metr məsafə qət ediblər. Burada da cavabımız oldu 360 metr. Keçirik tapşırıq 7'yə. 7-ci tapşırıqda bizə deyir ki, silindir formasında qabların həcmləri bərabərdir. Həcmi tapaq. V bərabərdir. Hamısında diametr verilib. Pi D kvadratı bölünsün 4 vurulsun hündürlük. Birinci qabda diametr 9'dur, hündürlük 12'dir. Onda həcm olacaq. Pi vurulsun 9'un kvadratı bölünsün 4 vurulsun 12. İxtisar edirəm. Edir 243 pi. Keçirik ikinci qaba. İkinci qabda diametr 6'dır, hündürlüyü bilmirik. Burada oldu 243 pi. Demək, burada da 243 pi olmalıdır. Onda 243 pi bərabərdir. Pi vurulsun 6'nın kvadratı bölünsün 4 vurulsun hündürlüyü bilmirik. Edəcək 243 pi bərabərdir.
Bu 36 eləyir. 36 ilə də 4-ə ixtisar eləyəndə 9. 9 pi vurulsun h. H-ı tapmaq üçün 243 pi-ni böləcəyik 9 pi-yə. Pi ilə pi bölünəndə gedəcək ixtisara. 243-ü də 9-a böləndə 243-ü bölürəm 9-a. Eləyir 27. Demək, burada hündürlüyümüz 27-dir. İndi keçirik 3-cü qaba. 3-cü qabda deməli, bizə verilibdir diametr 12, bu diametrdir, hündürlük yoxdur. H bərabərdir sual. Həcmlər bərabər olduğu üçün burada da 243 pi bərabərdir. Pi vurulsun d-nin kvadratı bölünsün 4 vurulsun hündürlük. 243 pi bərabərdir. 12-nin kvadratı 144 eləyir. 4-ə böləndə eləyir 36 pi. Vurulsun h. Yenə h tapmaq üçün 243 pi-ni 36 pi-yə böləcəyik. Pi-lər ixtisar gedir. 243-ü 36-ya böləndə edir 6,75. Buradan da h tapdıq 6,75. İndi bizə deyir ki, bu qabların hündürlükləri nə qədərdir və cavabı %1-lərə qədər yuvarlaqlaşdır. Birinci qabın, yəni ikinci qabın hündürlüyünü tapmışıq 27. %1-lər mərtəbəsi olmadığı üçün elə cavabımızı 27 yazırıq. İkinci qabı tapmışıq 6,75. %1-lər mərtəbəsində 5-dir. Burada yəni 0 yerləşir. Ona görə də dəyişməyəcək. Elə 6,75 qalacaq yuvarlaqlaşdıranda. Cavabınız 6,75. Davam edirik 8-ci tapşırıqla. 8-ci tapşırıqda bizə deyir ki, həyətdə uşaqlar üçün hovuz düzəldildi. Bu hovuzun xarici səthi 18 kvadrat metr alüminium örtüklə örtüldü. Hovuzun həcmi nə qədərdir? Hovuzun xarici səthi deyəndə yan səthini nəzərdə tutur. S yan bərabərdir 18-ə. Pi-ni də bizə verib 3. Şəklə baxırıq ki, burada hündürlük 1-dir. H bərabərdir 1-ə. Pi-ni 3 götürəcəyik. Yan səthin düsturunu yazırıq. Hovuz silindir formasındadır. S yan bərabərdir 2 vurulsun, pi vurulsun, r vurulsun, h. S yan 18-dir. Pi 3'dür. R'i bilmirik. H da 1'dir. 18 bərabərdir 6 r də bərabərdir 18'i bölürəm 6'ya edir 3. Radiusu tapdıq 3. Bizə deyir hovuzun həcmi nə qədərdir? Hovuzun həcmini tapmaq üçün həcm düsturunu yazıram. V bərabərdir pi vurulsun r'in kvadratı vurulsun h. Pi 3'dür. R də 3'dür. H da 1'dir. Edəcək 27. Buraya yazıram 27. Sonra deyir ki, hovuzun içərisinə kiçik ölçülü kvadrat formalı kafel döşəmək nəzərdə tutulub. Kafelin 1 kvadrat metri 25 manatdır. Hovuzun daxilinə döşənən kafel üçün neçə manat pul ödəmək lazımdır? Kafeli içərisinə deyirsə, bir bunun bu yan divarlarına düzüləcək. Yəni S yana. S yana düzüləcək kafel. Üstə gəl, bir də bunun bu aşağıdakı bu oturacağına, içəridə bu döşəməsi, yəni S oturacağı. Yan səthinin bizə sahəsi verilib 18. Üstə gəl. Oturacaqda pi r kvadratıdır. Pi-nin yerinə 3 qoyuruq. R-in kvadratı da, yəni 3'ün kvadratı 18 üstə gəl 27. O da edəcək 45. Yəni 45 kvadrat metr. 1 kvadrat metri 25 manatdırsa 45 kvadrat metri 45'i vuracağım 25'e edəcək 1125 manat. Buraya yazırıq 1125 manat. Tapşırıq 9. Pizza satılan yerdə diametrləri 20 və 30 olan eyni qalınlıqlı pizza satılır. Diametri 20 cm olan 3 pizza, diametri 20 cm olan 3 pizza. Diametri 20 isə D bərabərdir 20 olanda S dairə formasında olduğu üçün pi d kvadratı bölünsün 4 düsturundan istifadə edəcəyik. Pi vurulsun 20'nin kvadratı bölünsün 4. 20'nin kvadratı edəcək 400. 400 də 4'ə böləndə edəcək 100 pi. Bundan 3 dənə alanda
Pi'ye də deyir 3 ver. 100'ü vururam 3'ə, edir 300. Əgər 3 ədəd alıramsa, 300'ü vururam 3'ə, 900 kvadrat metr, yəni pizza almış oluruq. Diametri kiçik olan, yəni bunun diametri 20'dir. Kiçik olanın qiyməti 12 manatdır. Əgər 3 ədəd alınırsa, 3 ədəd alındığı üçün 12'ni vuracağıq 3'ə, 36 manat qiyməti olacaq. İndi 1 kvadrat metrini hesablamalıyıq. 36'nı böləcəyik 900'ə. Edəcək 0,4 manat. İndi diametri 30 olanı yazıram, yəni böyük. Diametri 30 olan 2 pizza almaq deyir, daha sərfəlidir. Diametri 30 olanda da pi vurulsun d kvadratı böl 4 düsturunda pi'ye 3 verirəm. D'ye 30 verirəm. Bölürəm 4'ə. Edir 675. Şimdi bundan da 2 ədəd alındığı üçün 2 ədəd alanda 675'i vururam 2'yə. 1350 kvadrat metr pizza alınır. Bunun da bir ədədinin qiyməti, bir ədədi 18 manatdır. Bundan da 2 ədəd alanda 18'i vururam 2'ye, edir 36 manat. İndi 36'nı bölək 1350'ye ki, bunun 1 kvadrat metrini tapaq. 36'nı da 1350'ye böləndə təqribi cavab 0,2 alırıq. Dövrdə də 6 gedir. Yuvarlaqlaşdırsaq 0,3 deyə bilərik. Belə bir ədəd alacağıq. Bunu da yuvarlaqlaşdıranda 0,3. Deyir ki, hansı sərfəlidir? Hansı sərfəlidir? Birini tapdıq ki, %4'dür. Birini tapdıq %3'dür. Demək ki, diametri 30 olanı almaq daha sərfəlidir. Keçirik 10-cu tapşırığa. Şəkildəki 3 binadan biri silindir, digəri prizma formasındadır. Silindir formasında olan binanın hündürlüyü 17, diametri 44 metrdir. Deməli, H bərabərdir 187, D bərabərdir 44. Sonra deyir ki, üçbucaqlı prizma formasında olan binanın hündürlüyü 169. Oturacağının tərəfləri 58 olan bərabər tərəfli üçbucaqdır. Yəni A bərabərdir 58 deyək. Deməli, bunu da qeyd etdik. Sonra deyir, kuboid formasında olan binanın hündürlüyü 154. Yəni bunu nəzərdə tutur. Oturacağının tərəfi 37 olan kvadratdır. Deməli, kuboid öz hündürlüyü 154. Oturacağının tərəfi 37 olan kvadratdır. Bu binaların ümumi fasadının 80% şüşə pəncərələri örtülüb. Şüşə pəncərələrin sahəsi təqribən nə qədərdir? Əvvəlcə silindirin sahəsini tapaq. Əgər bizə fasadı deyirsə, yəni yan səthini nəzərdə tutur. S yan silindir üçün tapaq. 2 pi r vurulsun h. 2 pi vurulsun d ilə yazacağıq tutur. Çünki diametr verilib bizə. Pi vurulsun d vurulsun h bərabərdir. Burada kalkulyatordan istifadə edəcəyik. Pi-ni vuracağıq 44'ə və 187'yə. Pi vurulsun 44 vurulsun 187. Təqribi qiyməti yazırıq 25.849. Deməli, oturacağı 3 bucaqdır. Prizmada alt və üst oturacaqlar bərabər olur. Birini də buradan qoyuram. İndi təpə nöqtələri birləşdirirəm. Belə, belə və belə. Bu bizim 3 bucaqlı prizmamız. Bu prizmanın deməli oturacağının tərəflərini verib 58. Hündürlüyü, prizmanın hündürlüyünü də bizə verib 169. Burada 169'dur. Mən S yanı tapıram. S yanı tapmaq üçün baxın bir üzü buradır.
Görürsünüz bunun düzbucaqlının eni və uzunluğu 169 vurulsun 58'dir. Eyni ilə həmin üzün biri də buradadır. Baxın 169'dan 58 bu üzü. 169 vurulsun 58. Üstəgəl bir üzü də baxın bir üzü də buradadır arxada. Bax bu. Deməli yenə 169. Bu üçbucaq da bərabər tərəfli olduğu üçün burada 58'dir bura. Yəni bu işarələdiyimiz dördbucağın da eni uzunluğu 169 ilə 58'dir. 3 dənə 169 vurulsun 58 bərabərdir. Deməli kalkulyatorda 3'ü vururam 169'a, sonra vururam 58'e. Edir 29.406. Kuboid formasında olan bina. Deməli bunun oturacağı dördbucaqlıdır. Yine prizma olduğu üçün 2 dənədir. Alt və üst. Görürsünüz qeyd edirəm. Alt və üst. İndi təpələri birləşdirəcəm. Bunu belə çəkəcəm. Birim belə. 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 Və belə. Tam dəqiq olsun. Belə. İndi hündürlüyü 154'tür. Hündürlük bilirik ki, baxın bu yandakı tellərdir. Bunlar 154'tür. 154. Oturacağın tərəfdə 37'dir. Bu figur kvadratdır. Yəni oturacağı. Onda yan üzlərinin sahələrini tapaq. Baxın bir yan üzü buradır. Bir yan üzü buradır. Bu 37 vurulsun 54. S yan bərabərdir 37 vurulsun 154. Həmin üzün eynisinin biri də buradadır. Bu da 154 vurulsun 37'dir. Üstəgəl bir yan üzü buradadır. Bu hissədə. Burada da deməli bura 37'dir. Yanı bura 154'tür. Burada 37'dir. Olacaq 37 vurulsun 154. Üstəgəl eyni ilə buradan bu bizə baxan bu üz. Bura. Burada 154 vurulsun 37 olacaq. Baxın bu üz. Bura. 137 vurulsun 154. Demek burada da 4 dənə 37 vurulsun 154 oldu. Birbaşa 4 vurulsun 37 vurulsun 154 yaza bilərsiniz. Bunu da hesaplayıram. 4 vurulsun 37 vurulsun 154 edir 22.792. İndi ümumi fasad dediyi üçün biz ümumi sahələri cəmləməliyik. Tapdığım sahələri yazmışam bura 25.849 üstəgəl 29.406 üstəgəl 22.792 bərabərdir. Deməli bunları toplayaq burada alt-alta. Gəlin kalkulyatorla toplayım. (25.849) üstəgəl 29.406 22.792 78.047 etdi. Və bizə deyir ki, bunun 80% şüşələrlə örtülüb. Onda bunun 80%-ni tapacağım. Vuracağım 80'ə, böləcəm 100'ə. Vururam 80'ə, bölürəm 100'ə. Cevabımızı buradan qeyd edirəm. Deməli 62.437,6. Tapşırıq 11. Bizə deyir ki, şəkildə düzbucaqlı paralelped formalı su konteyneri 150 litr su tutur. Yəni bu. Əvvəlcə 1 litr bərabərdir 1000 kub santimetr. Onda 150 litr bərabərdir. 150'ni vururuq 1000'ə.
150.000 kub santimetr. Su ile dolu konteynerden suyun bir hissəsi düz üçbucaqlı prizma formasında boş konteynerə tökdülər. Hər iki konteynerdə suyun hündürlüyü eyni olur. Deməli, burada hündürlük bura h-dırsa, burada da h olacaq. Onda bunun həcmi V bərabərdir. S oturacaq vurulsun h. Oturacağı kvadratda 50'nin kvadratı vurulsun h. Buna deyək V1. Bu da olsun V2. V2 də bərabərdir. Burada oturacaq üçbucaqdır. Ona görə də 2'də 1 vurulsun 75 vurulsun həmin tərəfə çəkilən hündürlük 40 və vurulsun suyun hündürlüyü. Burada da edəcək 150 1500 vurulsun h. Burada 2500 vurulsun h'dır. İndi biz suyu tapdıq ki, burada suyun həcmi 2500 h'dır. Burada da 1500 h'dır. Ümumi də bildik ki, burada 150.000 kub santimetr su var. Çünki yarısını töküblər bu birisine. İkisini birləşdirəndə 150.000 eləyir. Onda bunları toplayıram. 2500 h üstə gəl. 1500 h bərabərdir 150.000'ə. Bunları toplayıram, eləyir 4000 h bərabərdir 150.000. H'ı da tapmaq üçün 150.000'i bölürəm 4000'ə. 3 dənə sıfır aparıram. 150'ni də 4'ə böləndə edəcək 37,5. Bizdən hündürlüyü soruşurdu. Suyun hündürlüyü 37,5 oldu. Hər konteynerə nə qədər su töküldü? Onda birinci konteynerə tökülən buydu. V1 bərabərdir 2500'ü vuracağım 37,5'ə. Kalkulyatordan istifadə edə bilərik. 2500'ü vururam 37,5'ə. Bu edir 93.750. 93.750. İkinci V2'də 1500 h tapmışdıq. Bu dəfə 1500'ü vuracaq 37,5'ə. 1500 vurulsun 37,5. Edəcək 56.250. Və bu bizim yazdıqlarımız kub santimetrdir. Bunları litrə çevirmək üçün də minə böləcəksiniz. Minə də böləndə 93,75 litr eləyir. Burada da minə böləndə 56,25 litr eləyir. Deməli, litr olduğu görsənsin. Belə. Litr. Burada da həmçinin yanına yazıram litr. Burada da yaza bilərsiniz buna kub santimetr. Kub santimetr. Həmçinin litrlə 93,75 litr. 56,25 litr. Bu şəkildə. Keçirik 12-ci tapşırığa. 2012-ci ilin dekabr ayında Əkiz Greyl kosmik gəmiləri ay səthinə çırpılaraq missiyasını başa vurdu. Şəkildəki kosmik gəmilərdən birinin ayın səthində yaratdığı krater təsvir edilib. 1 bölünsün 1000 miqyaslı şəkildə. Deməli, D bərabərdir 21,3 cm. 1 metrimiz 100 cm-dir. 100'ə bölürəm. 21,3'ü böləcəm 100'ə metrə çevirmək üçün. Edəcək 0,1213 metr. Yenidən bunu 1000'ə vururam. Həqiqi ölçüsünə görə. O da edəcək 213 metr. İndi sahəni tapıram. S bərabərdir pi d kvadratı bölünsün 4. Pi vurulsun 213'ün kvadratı bölünsün 4. 213'ün kvadratı bölünsün 4 ve pi'ye vuracağım. Vurulsun pi. Edəcək 35.632. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.